Ölüm müsibət deyil, ölüm keyfin başlanğıcı. Biz niyə müsibət kimi görünür? Bizim zehnimizi nə xarab edir? Qalanlar üçün müsibətdir, başa düşürsünüz? Qalanlar üçün. Qalanlar ki bundan ayrılır, ağlayır, biri saçını yolur, biri neyinir. Bizim də təsəvvürümüzdə var ki bu müsibətdir. O gedən üçün müsibət deyil, gedən üçün xoşluqdur. Əgər başa düşübsə ora gedir. Biz də onu başa salmağa çalışırıq ki, başa düşsək ora gedirik, hamımız xoşluqla qəşəng köçərik bu dünyadan. Qalanlar da biraz ağlayar eləyər, sonra yaddan çıxacaq da. Bu Mövsüm qiraəti var, deyirdi, mən bu qədər məşhuram, filanlarla, belə göstərirlər, ayağıma dururlar. Məşhur bir ruhanətlər bir gün danışır. Deyir, mən öləndə 3 səs çıxardacaqsam, deyəcəklə filan kəs öldü, bir deyəcək, deyəcək, bir deyəcək, o. 3 dənə səsdən ibarətəm. Böyle də həqiqətən. Deyir, filan kəs öldü. Bizim üçün də var, mənim üçün də var. Bir gün eşidəcəksiniz, deyir, bu dardıcı. Təəssüf hissi qalanlara aiddir. Qalanlara aid. Gedənlər, belə deyək, getmək üzü müsibət deyil, qalmaq üzü müsibət deyil. Ölüm bizə müsibətlə beynimizdə.